Ay qardaş, sən burada nə yazsan? O ne güzel. Mebel ustası. Qardaş, mebel ustası mən gələndə bura girir. Ay qardaş, dur ki, xanım, bu kimdir salıbsan bura? O mebel ustası da gətirmişəm şeylə o xarabda onu düzəltmə. Ay xanım, uşaq başı Allah, sən nə mebel ustası, qurban olum sənə. Bu xalçanı da tapsan, bu cehizlidir. Hə, xalçanı da almışam, evimin yeri boş olduğuna görə sərmək üçün almışam. Deməli xanım, biz yoxlama apararkən Şivanerdən bir nəfər mebel ustası çıxdı və biz onu yola saldıq. Yaxşı, bunlara baxaq hələ. Ay qardaş, sən burada nə yazsan? Nə yüz var? Kalçalarımda. Ay qardaş, bura xalça yeridir, bura bazardır. Ay ki, ay xanım, bunları hardan tapıb gətiribsən ki, saldısan bura? Nağarım xalça satırdı, mən də xalça aldım, evin yerinə sərmədim. Ay xanım, sən uşaq başı Allahsan, qurban ol sənə. Belə olmaz ay xanım, belə olmaz.